Hər birinizi salamlayıram, əziz abituriyentlər. Bugünkü mövzumuz buraxılış sınaq sualları olacaq. 11-ci sinif. Birinci sualımızdan başlayaq. Deməli, sualımızda belədir ki, avtomobil parkında avtobus və taksilərdən ibarət 18 maşın var. Deməli, avtobus plus taksi ümumi 18 dənədir. Hər taksiyə 4, avtobusa 6 şin istifadə etməklə cəmi 94 şin sərf edilir. Deməli, avtobusa 6 dənə şin lazım olur, taksiyə də 4 dənə. Bu sistem təmini quracaq. Cəmi 94-dür. Bizə nə istəyir? Bu parkda neçə taksi olduğunu tapın. Taksi olduğunu tapmaq üçün biz bu avtobusları yoxa çıxartmalıyıq. Hər tərəfi nəyə vuraq? -6-ya. -6-ya vurandan sonra alınır -6A, yəni avtobus çıxılsın. 6 taksi bərabərdir -108. 8 6 48. Burada da olur -6 avtobus plus 4 taksi. Bu da 94. Və bunları tərəf-tərəfə toplasaq, bunlar islah olunacaq. Qaldı 2 taksi bərabərdir -4 14. Taksilərin sayı olacaq 7. Bu qaydana yazırsınız. Növbəti sualımıza baxaq. Növbəti sualımızda nə deyir? İkinci sual. Deməli, bu sualımızda da deyir ki, Yusif 24 ədəd olmaqla qələm, dəftər aldı. Deməli, qələm, bir də dəftər. Ümumi say 24 dənədir. Amma qiymətləri fərqli olacaq. Dəftərin hər birinə 50 qəpik. Deməli, dəftərlərə 50 qəpik. Belə yazaq da. Qələmlər hər birinə 30 qəpik. Deməli, 30 qəpik qələmə verib, hər bir qələmə. Dəftərləri də verib 50 qəpik. Ümumi məbləğ olub 11 manat, yəni 11.100 qəpik. Çünki bu qəpik ilə də qəpini işləyib. Deməli, bizə neçə dəftər? Qələmləri biz yox edəyik burada. 30-a vuraq, -30-a. Nə alındı? -30 qələm çıxılsın 30 dəftər bərabərdir -720. Burada da 30 qələm plus 50 dəftər bərabərdir 1100. Və tərəf-tərəfə toplasaq, bunlar islah olunur, qalır 20 dəftər. Bizə dəftərlər lazımdır. 1100-dən də 720-ni çıxırıq. Alındı 380. Dəftərləri tapsaq, 380-də 20-yə bölsək, qalacaq 19. Cavab D-bəndi. Növbəti sualımıza baxaq. Növbəti sualımızda deyir ki, 3-cü sual. Tənliklər sistemində AB cəmini tapın. Biz bunu nə edəcəyik? Deməli, burada 3B var, burada da B var, burada 3A var. Bunlar tərəf-tərəfə toplayaq, ən rahat. Bu olacaq 4B, üstünə gəlsin 4A bərabərdir 20. Buradan 4-ü çıxarsaq, B plus A bərabərdir 20. B plus A-nı birbaşa 5 tapa bilərik. Cavabımız A-bəndi. Növbəti sualımıza baxaq. Növbəti sualımız 4-cü sual.
Birinci qabda duzluğu 20% olan 50 litr. İkinci qabda duzluğu 50% olan məhlul var. Hər iki məhlul qarışdırdı 35%li məhlul alınarsa, ikinci qabda neçə litr məhlul olduğunu tapın. Deməli, birinci qabda 50 litr var, 20%-dir. Və digər qabda bilmirəm nə qədərdir, amma 50%-dir. Və bunları qarışdırdım. Qarışdırandan sonra nə oldu? 50 plus x oldu. Amma faizi dəyişdi. 35% oldu. Bunları bir-bir taparıq. 50 vurulsun 20 bölünsün 100. X vurulsun 50 bölünsün 100 bərabərdir. 50 plus x vurulsun 35 bölünsün 100. Və bunların orta məxrəci 100-dür. Olur 1000 üstünə gəlsin 50x bərabərdir 100-də 5 5'in 25 2 3 5'in 175 1750 plus 35x. Məxrəclər bərabərsə sürətlər də bərabərdir. Qaldı orada. Deməli 15x bərabərdir 750. X-də tapsam 750-ni 15'ə bölsəm qalacaq 50. Cavab B bəndi. Növbəti sualımıza baxaq. Deməli, 5-ci sual. Beşinci sualda deyir ki, tənliklər sistemində sonsuz sayda bu tənliklərin yeganə həlli olması üçün hesabda hansı şərt ödənməlidir? Deməli, sonsuz sayda həll olması üçün A bölünsün 4 bərabərdir 3 bölünsün B bərabərdir 10 bölünsün 20 olmalıdır. Və buradan da tapa bilərik. Bunu ixtisar eləsək qalacaq 2-də 1, 2-də 1 olmalıdır. B-nin yerinə 6 yazaram, A-nın yerində də 2 yazaram. Və tənliklər sisteminin indi gətirib burada yerinə yazar. A-nı yazaram 2x ikincidə. B-nin yerinə yazaram 6y bərabərdir 12. Burada da 5x plus cy bərabərdir 33. Bunda yeganə həll olması üçün. Yeganə həll olması üçün 2 bölünsün 5, 6 bölünsün c fərqli olmalıdır. Və bunlar ixtisar geçsə qalacaq 3, 1, c fərqlidir, 15 olacaq A bəndi. Növbəti sualımıza baxaq. Deməli, 6-cı sualımızda deyir ki, axın sürəti 3 km/saat olan çayda eyni məsafəni katerin axına qarşı getməyə sərf etdiyi zamanı axın ilə getdiyi yoldan 2 dəfə çox olarsa, katerin durğun sudakı sürətini tapın. Neyinirik burada? Deməli, belə yazaq. S bərabərdir VT deyil, gedilən yol. Burada da gedilən məsafələr eynidir. Bizdə zaman lazımdır. Zaman nədir? S bölünsün V'dir. Burada da deyir ki, gedilən yol eyni məsafə çayın axını ilə belə olacaq. V plus deməli, axma sürəti V plus 3 olacaq. Və digər tərəfdən sərf etdiyi zaman axınla getdiyi zamandan 2 dəfə çox olacaq. Axınla getdiyi zamandan 2 dəfə çox olacaq. Deməli, axınla getdiyi zamanı 2-yə vuraram. S bölünsün axın əksinə getdiyi zamana bərabər olar. Çünki axının əksinə gedəndə zaman çoxalır. Və bunları S-ləri aparsam qalacaq 2 bölünsün V plus 3 bərabərdir
Bu çayın sürətidir V. Üzr istəyirəm, katerin sürəti. Burada qalacaq 1 bölünsün V minus 3 və çarpaz vursam V plus 3 bərabərdir 2V minus 6 olacaq. Olacaq mənfi V bərabərdir mənfi 9, V oldu 9. A bəndi. Növbəti sualımıza baxaq. 7-ci sual. Deyir ki, katerin çayın axını istiqamətən sürəti 20 km/saat, axına qarşı sürəti isə 12 km/saatdır. Katerin durğun sudaki sürəti çayın axma sürətindən neçə dəfə çoxdur. Və bunu belə yazırıq. V kater plus V çay. Ne qədərdir? İkisi bir yerdə. Yəni kater çayın axınına gedəndə sürəti çoxalacaq. V deməli 20 km/saat. V kater çayın əksinə gedəndə çay özü sürəti qədər onu azaldır. 12 km/saat olacaq. Və buradan da tərəf-tərəfə toplasaq, bunlar islah olunacaq. 2V kater bərabərdir 32. V kater də oldu 16. V kater 16 ise gətir burada 16 yazanda V çay 4 olduğunu tapırıq. Deyir ki, katerin sürəti çayın sürətindən nə qədər çoxdur? 16-nı da 4-ə bölürük 4 dəfə. Yebəndi. Növbəti sualımıza baxaq. Deməli, sistem tənliti yenə. Tənliklər sistemini həll edin. Yəni, x, y-i tapmaq deməkdir də. X-i əvəz edirəm, mənfi 4 olur. Yəni, 0-dan 4 çıxır. Gətirib yerinə yazırıq. 3 vurursun, mənfi 4, üstünə gəlsin, y-in kvadratı, bərabərdən 13. Burada olur mənfi 12 plus y-in kvadratı, bərabərdir 13. Y kvadratı olacaq 25. Y1 5-dir. Y2 də mənfi 5-dir. Deməli, x ikisində də eynidir. Olacaq mənfi 4, 5. Digərində də mənfi 4, mənfi 5. Cavab harada da? Mənfi 4, 5, mənfi 4, mənfi 5. Cavab C bəndi. Növbəti sualımıza baxaq. Doqquzuncu sual. Deməli, 9-cu sualda nə deyir? Tənliklər sistemində x kvadrat plus y kvadrat plus y deməli, x kvadrat plus xy plus y kvadrat 37-dir. X plus y bərabər 7. Tənliklər sistemində x, y hasilini tapın. Burada biz nə etməliyik? X plus y kvadrat düzdür. X kvadrat plus xy, bir dənə də xy düzəldirik burada. Çünki ikəlinin kvadratı alınacaq. Düzəltdiyimiz kimi əlavə elədik, bir dəfə çıxırıq, yəni dəyişməz. Burada bunu alırıq. Yəni x plus y nə olur? Kvadrat minus xy bərabərdir 37. Bu da var bizdə 7-də kvadrat 49 minus xy bərabərdir 37. Xy də olacaq 12. Yebəndi. Digər sualımıza baxaraq. Onuncu sual. Tənliklər sistemində bu cəmi tapın.
Bunun asan yolu belədir. Deməli, bunlara tərəf-tərəfə vururuq. Nə olacaq? X kvadratı, Y kvadratı, Z'in kvadratı. Burada oldu 6 vurulsun. Onun içinde yazarım. 6 vurulsun 2, bir de 8. Bu 16 olacaq. Bu da 36. X, Y, Z'i tapsam hasilin 6 vurulsun 4 olacaq. Yəni 24. X, Y'imiz var. 6'dır. Getirib yerine yazsam. 6 Z bərabər 24. Z'imiz oldu 4. Digər tərəfdən X, Z, X, Y belə yazaq. X, Z, Y bərabərdir 24. X, Z 12'dir. Y də olacaq 2. Digər tərəfdən Y, Z, X 24. Bu da 8'dir. 8x bölü 24. X oldu 3. Ve bunların kvadratları cəmini tapırıq. Ne olacaq? X'in kvadratı plus Y'in kvadratı plus Z'in kvadratı. X'in kvadratı 9. Y'in kvadratı 4. Z'in kvadratı 16. Bu 20 ve 9 29. Cevap Y bəndi. Növbəti sualımıza baxaq. Deməli, motorlu qayıq çayın axını ilə 24 km. Çayın axınına qarşı isə 16 km gedərək cəmi 4 saat yolda oldu. Çayın axma sürəti 2 km bölünsün saat olarsa, qayığın durğun sudakı sürətini tapın. Bunu belə yazaq. 24 km çayın axınına qarşı. Axına qarşı isə, yəni çayın axını 24. 24'ü ümumi yol 4 saat. 24'ü bölərəm V kater, bir də 2 kilometrdə çayın sürəti. Bununla gedib, bir də əlavə gedib 16 kilometr bölünsün V kater, bir də sürətini azaldıb, əksinə gedib çayın axınına qarşı. Və ümumi yola 4 saat sərf edib. Buradan nə edə bilərik? Biz 4'ü çıxararıq mötərizə xaricine. Qalacaq 6 bölünsün V kater plus 2. Buradan da 4 qalacaq V kater minus 2. Bərabərdir 4. Və bu 4'lər ixtisar olunur. Qalır V kater minus 2'nin kvadratı. Burada da buna bölsəm qalacaq V kater minus 2, 6 vursun V kater minus 2 plus 4 vursun V kater plus 2. Bərabərdir 1 olacaq. Və bunu vurub açırıq. 6 V kater çıxılsın 12 plus 4 V kater plus 8 bölünsün V kater kvadratı, bir də 4. 2'nin kvadratı 4 bərabər 1. Çarpaz vurub açırıq bunu. Bərabər olur. Bununla bunun cəmi olacaq 10 V kater minus 4. V kater minus 10 V kater. Və mənfi 4 isə 4 gələm 0. Oldu. Bu tənliyi hesablayırıq. V'ni çıxarırıq. Qalır V minus 10 bərabərdir 0. Bunlar nə vaxt 0 olur? İkisindən biri 0 olandır və yaxud da ikisi 0 olandır. Bu lazım deyil, bu 0 olur. V minus 10 bərabərdir 0. V bərabərdir 10. Deməli, cavabımız olacaq 10 A bəndi. Növbəti sualımıza baxaq. Növbəti sualımız. Tənliyin köklərinin hasilini tapın. 12-ci sual. Bunu necə hesablayarıq? Ən rahat yolu. X minus 3'ü bir dəfə 8'ə bərabərləyib, bir dəfə də X minus 3'ü mənfi 8'ə. X bərabərdir 11. Buradan da X bərabərdir mənfi 5. Və hasilini istəyir 11'i vurur mənfi 5'ə.
-55 B bəndi. Növbəti sualımıza baxaq. Təliyin köklərinin hasilini istəyir. 13'dür. Bunu necə eləyə bilərik? Deməli, bunun vurğuların içində bu var. Bunun birini çıxarırıq, mötərizə xaricine qalacaq x-2'nin kvadratı minus 13 minus 4x bərabərdə 0. Deməli, bu kök 1'i olacaq, x1 olacaq 2. Tapdıq. Bunu da açaq. Bu olacaq x kvadrat minus 4x plus 4 minus 13 plus 4x. Bunu da 0'a bərabər eləyək. Bunlar islah olundu. X kvadratı minus 9 bərabər 0. X bərabər də 9 kvadrat. Bu da olacaq x1 3, x2 də -3. Bunun 3 dənə kök olacaq. Və bunları bir-birinə vursam, deməli bunu 2 yazaq, bunu 3 yazaq. Bu -9, deməli 2 vurulsun -3, bir də vurulsun 3. Oldu -18. Y bəndi. Növbəti sualımız. Tənliklər sistemində bu cəmi istəyir. Bu silindi buradan. Tekrar çəkməliyik bunu. Deməli, tənliklər sistemində bu x kvadrat plus y kvadratı cəmini istəyir. Bizə nə lazımdır? X, y-i tapaq buradan. Neyini? Bunu -3'e vuraq. Olacaq -3 x minus y minus 9 x y bərabərdir -42. Buradan da olacaq 3 x minus y minus 2 x y bərabərdir 9. Tərəf toplasaq bunlar gedəcək. Qalacaq -11 x y bərabərdir. Olacaq 30 -33. X y tapdıq 3. Bu lazımdır bizə. Digər tərəfdən də gətirib burada yerini yazarıq. Burada yerini yazarıq. X minus y taparıq. X minus y də olacaq 14 minus 3 x y bərabərdir. 14'dən də çıxaram 3 üçün 9'u, cavab olacaq 5. İndi x plus x kvadrat plus y kvadratı nə deməkdir? X minus y-in mötərizə kvadratından üstünə 2x y gəlməli. Çünki bunu açsam, orada minus alınır. 2x y gəlsəm, bu ifadə alınacaq. Bu cəmdə, bu fərqdə 5'dir. 5'in kvadratı plus 2 vurulsun 3. Bu da x y 3'dür. 25 plus 6. Bu da olacaq 31. 14'ü sorumuz 31. Növbəti sualımıza baxaq. Deməli, 15-ci sualımız. Kutu və içindəki bir cüt ayaqqabının birlikdə kütləsi, deməli, kutu, bir də ayaqqabının birlikdə kütləsi. Belə yazaq da.
qutu ilə içində ayaqqabı birlikdə 1600 qramdır. Qutudan ayaqqabının bir tayını çıxartdıqda qutunun kütləsi 1550 qram olarsa, boş qutunun kütləsi neçə qramdır? Deməli, qutu, belə yazaq. Qutu, bir də 2 dənə ayaqqabı, 1600 qram. Qutudan boş qutu ilə bir dənə ayaqqabının kütləsi isə nə qədər olacaq? 1500, 1050. Bunu çıxsam, bir dənə ayaqqabı qalacaq 550 qram. Boş qutunun kütləsini soruşur. Burada 2 dənə ayaqqabıdır. Yəni bir cütdə 1600-dən çıxaram 2 dənə ayaqqabı. 2 vurulsun 550. 1100 olacaq. 1600-dən çıxaram 1100-ü. Qalacaq boş qutu 500 qram. Növbəti sualımıza baxaq. Deməli, yarışda iştirak edən 20 idmançının yaşların ədədi ortası 15-dir. Yaşı 34 olan bir idmançı yarışı tərk etdikdən sonra digər idmançıların yaşların ədədi ortasını tapın. Deməli, 20 idmançı var burada. 20 dənə. 20 idmançı. Bunların 20-yə bölsəm, yəni sayı 20 deyəndə 15 olur. Deməli, 20 idmançının yaşların cəmi olacaq 300. Yaşı 34 olan bir idmançı yarışı tərk etdi. 34 300-dən çıxaram 34-ü, 19 olacaq biri gedəndən sonra. 19-a bölməliyik. Qalacaq burada 266-nı 19-a böləcək. Bu olacaq 19 dənə idmançının yaşı. 19-a böləndən sonra cavabı tapacaq. Bu da olacaq 14. Növbəti sualımız. Ata oğlundan 20 yaş böyükdür. Oğlan, ata. Oğlanın x yaşı var. Ata ondan 29 yaş böyükdür. 12 ildən sonra isə atanın yaşı oğlanın yaşına 30 dəfə çox oldu. 12 ildən sonra hərəsinin üstünə 12 gələcək. Çünki hər biri 12 yaş böyüyəcək. Sonra deyir ki, atanın yaşı oğlunun yaşına 30 dəfə çox oldu. Deməli, oğlunun yaşını 30-a vursam, atanın yaşına bərabər olar. X plus olacaq 30, 41. 30 dəfə çox oldu. Oğlanın yaşından 12 il sonra atanın yaşı ata oğlundan 29 yaş böyükdür. X plus 29. Yəni, burada 12 il öncə soruşur. Biz düzgün qurmadıq. Belə yazaq. Atanın o yaşı X plus 29 yaşdır. Deməli, 12 il öncə 12 il çıxacam hərəsinin yaşından. Belə yazaq. 30 dəfə çox oldu. Oğlanın yaşına 30 dəfə. Deməli, oğlanın yaşını 30-a vursam, X plus 29. 29-dan 12 çıxanda neçə edir? 17. Bu olacaq 30x minus
360 bərabərdir x plus 17. Burada olacaq 29x bərabərdir 377. İkisi də tapanda 377-ni böləcəyik 29-a. Bu da elədir 13. Oldu oğlanın yaşı. Atanın indi neçə yaşı var? Atanın indi bu qədər yaşı var. Çünki x plus 29 idi. 13 üstə də 29 gəlir, eləyəcək 42. 42 yaşı olacaq. Növbəti sualımıza baxaq. On 8. Deyir ki, tənliklər sistemindən bu cəmin müsbət qiymətini tapın. Biz belə eləyələ, bunu açaq görən nə var burada? X, y çıxarsam qalacaq x plus y bərabərdir 20. Bunu saxlayaq. Bu budur. Digər tərəfdən də bunu açaq. X, y minus 6x minus 6y plus 36 birincisidir. 10. Burada da x, y minus 6'nı çıxarsam alınacaq x plus y plus 36 bərabərdir 10. X plus y cəminin müsbət qiymətini soruşur. Deməli, buradan x, y tapsam 20 bölünsün x plus y edir. Gətirib yerinə yazarım. 20 bölünsün x plus y minus 6x plus y minus yazaq 26 bərabərdir 0. Olacaq 20 vurulsun 6 vurulsun x plus y kvadratı minus 26 x plus y bölünsün x plus y bərabərdir 0. Bunlar nə vaxt 0 olur? Sürət 0 olanda. Bu x plus y bir t ilə əvəz edirik. Bu olacaq mənfi 6t minus 26t plus 20 bərabərdir 0. Hər tərəfi mənfi 2'ye bölürük. 3t plus 13t minus 10 bərabərdir 0. D bərabər 169 üstünə gəlsin. 4 3'ün 10 120. Bu dönəcək 289. T1 bərabərdir. Mənfi 13 üstünə gəlsin 17 bölünsün 6. Burada neçə olacaq? 4 bölünsün 6 3'də 2. Bu eləyir. Mənfi 13 minus 17 bölünsün 6. Mənfi 30 bölünsün 6 mənfi 5. Cəminin müsbət qiymətini soruşur. Bu da 2 bölünsün 3'dür. X plus y bərabərdir 2 bölünsün 3. Burada t kvadratıdır. Burada t kvadratıdır. Burada t2'dir. Bunları yazmamışım. Burada bir yanlışlığımız var. 36'dan 10 çıxmış o 26 yazmış. Mənfi 26 yazmış. Plus 26 olmalıdır. Burada plus olacaq. Burada olacaq minus. Onda bu olacaq plus 30 bölünsün 6. 5. Burada da olacaq mənfi 4 bölünsün 6. Mənfi 2 bölünsün 3. Cevabımız olacaq 5. Burada işarə səhv eləmişik. 19'a baxaq. 19'da nedir? İki bir qada bir evi birlikdə
15 günə tikir. Birinci briqada bu evi ikincidən 16 gün tez tikə bilərsə, birinci briqada evi neçə günə tikə bilər? Deməli, burada belə eləyərik. Deməli, birinci briqada bir işi tam işi bir götür. X günə yerinə yetirir. Obrisi briqada da bir işi 16 gün tez yerinə yetirir. Deməli, X plus 16. Birlikdə iş görürlər. Neçə günə? 15 günə işi yekunlaşdırırlar tam işi. Deməli, bu bir işi deməli daha çox yerinə yetirirdi. X plus 16. Burada bir iş üçün 16 plus X. Burada isə X də bundan 16 gün daha tezdir. Orta məxrəc tapsam X vurulsun X plus 16. Burada da X plus 16 plus X olur. Vurulsun 15 bərabərdir 1. X kvadrat plus 16 X bərabərdir 2X 30 X plus 16'nı da 15'e vuranda 240 və X kvadratı minus neçə olacaq? 14X minus 240 bərabərdir 0. X'i tapsam D1 ilə tapaq. D1 bərabərdir. Neçə olacaq? 40. Bunun yarısı 7 kvadrat 49 plus 240. 289. X1 bərabərdir 14. 14 yox 7 tapmışıq. 7 plus 17 bölünsün 1. Bu oldu 24. Obursu da X2 bərabərdir 7 minus 14 bölünsün 1 mənfi olduğuna görə götürmək cavab olacaq 24. Növbəti sualımıza baxaq. Yəni bizə X lazımdır. Çünki deyir ki, birinci briqada evi neçə günə yerinə yetirə bilər? 24 günə. Baxaq 20-ci suala. Deməli 20-ci sualda nə deyir? Bu cəmi x plus kökdə x1 plus kökdə x2 vurulsun x1 vurulsun x2 ifadəsinin qiymətini tapın. Deməli, nə edəcək? Bizə x1 plus x2 nədir? Üyyət yarımına görə 15'dir. x1 vurulsun x2 də 25'dir. Və bu ifadəni tapmaq üçün x1 kök altında plus x2 kök altında kvadratı nəyə bərabərdir? x1'in plus x2 plus 2 vurulsun kök altında x1 vurulsun x2 və gətirib yerinə yazırıq. Bu neçədir? 15'dir. Bu neçədir? 5, 2, 5, 10. Oldu. Yenə də 25. Bundan kök alsam x1 plus x2 kök altında bizə bu kökdə ikisi də cüt dərəcədən də müsbət verir. Ona görə bunun cavabı 5'dir. Sonra nə edirik?
5'i də vururuq. X1 olsun, X2 neçə idi? 25. Bu da olacaq 125. Yirmi birinci suala baxaq. Düz bulmadı. Deməli, 20 qəpiklik metal pulun kütləsi 6,6 qram, 50 qəpiklik metal pulun kütləsi 7,7 qramdır. 10 manat pulu 20 və 50 qəpikliyə çevirib tərəzidə çəkdikdə 189,2 qram alınarsa, neçə qram 50 qəpiklik götürmüşdür? Bunu da sistem təliminə görə qurmalıyıq. Deməli, 10 manat pulu neçə qram 50 qəpiklik götürmüşdür? Deməli, birini yazaq X 20 qramlıq 6,6'ya vuracaq plus Y 50 qəpiklik 50 qəpiklik belə düşünək. X-i yazaq 20 qəpiklik. Y-i yazaq 50 qəpiklik. Deməli, X-i vururuq 6,6'ya plus Y-də vururuq 7,7'ya. Bunların birlikdə kütləsi 189,2 qramdır. Və X plus Y buradan da 20 qəpiklik X-dir. 20 qəpiklik sayıları bu qədərdir. Buradan da 50 qəpiklik Y sayıdadır. Bunlar ümumi nə qədər? 10 manat. 10 manatı da qəpiyə çevirsəm 1000 qəpik olacaq. 1000 qəpik. Bu da bu. Şimdi bu sayıları buna vuranda 1000 qəpik. Şimdi düşünərsiniz ki, burada deyir ki 1000 qəpik, burada 189,2 qram. Burada nədir? Bunları qramı, bunların sayılarına vururam. Amma burada qəpikləri bunların sayılarına vururam. Bu qədər qəpik alınır. Bunları qarışdırmıram. Deməli, burada 10, 20'ni çıxsam 10, burada 2x plus 5y bərabərdir 1000. Ona bölsəm, alınacaq 2x plus 5y bərabərdir 100. Burada da alınacaq 6,6x plus 7,7y bərabərdir 189,2. Bu qaldı burada. İndi neynəcək? Neçə 50 qəpik? 50 qəpik Y-dirsə bunun mənfi 3,3'ə vuraq hər tərəfi. Alınacaq mənfi 6,6x plus minus 10 6,5y olur. Bərabərdir mənfi 330. Burada da 6,6x plus 7,7y bərabərdir 189,2. Bunlar tərəf-tərəfə toplananda islah olunur, 0 olur. Bu oldu 8, 8,8 mənfi y bərabərdir. Buradan da 189,2'dən çıxaram 330. 140,8. Y tapsam, bunu da bölərik 8,8'ə, y olacaq 16.
Bizə də 50 qəpiklik soruşur. Neçə dənədir? 16-dan birbaşa tapa bilərik. Növbəti sualımız 22. Deyir ki, AVB komandalara getməyə planlaşdırırlar. Müxtəlif uzunluqda iki yolun birinci gün uyğun olaraq 30%-ni və 40%-ni, ikinci gün isə qalan yolun 10%-ni və 30%-ni getdilər. AVB komanda birinci gün getdiyi yolu B komandası birinci gün getdiyi yolun 3 dəfə çox olarsa, A komandasının gedilməyən yolu B komandasının gedilmə yolunun neçə faizidir? Belə düşünək bunu. Deməli, A komandası gedib X, B komandası gedib Y. Müxtəlif uzunluq iki yolun birinci gün uyğun olaraq 30%-ni birinci gün gedib X-in 30%-ni bölərik 100-ə. Obrisi da gedib uyğun olaraq deyir. Y vursun 40-ı bölürük 100-ə. 40%-ni. Digərində isə ikinci gün isə yolun qalan yolu 30%-ni gedibsə nə qədər qalıb? %70 x-i qalıb. 10%-ni gedib 10-a vurub bölərəm 100-ə. Və bu nə qədər olacaq? İkinci gün isə qalan yolun 10%-ni getdi. Bu olacaq %10 ixtisar getdi. 100 %7x-in. Bu ikinci gün getdi. Qalan yolun. Burada da qalan yolun %60 y-dir. Onun neçə faizin? 30%-ni gedib. Bölüb 100-ə və bunlar getdi, qaldı %18 y. Bu qədərin gedib. İndi nədir? A komandası birinci gün getdiyi yol B komandasının birinci gün getdiyi yoldan 3 dəfə çox olarsa. Deməli, A komandasının birinci gün getdiyi yol %30x, B komandasının birinci gün getdiyi %40y-dən 3 dəfə çoxdur. Onda bunu 3-ə vuraraq buna bərabər olar. Bunlar ixtisar getdi, 3-lər də ixtisar getdi. Onunla x bərabərdir, qaldı 4y. Bunu tapdıq. Sonra nə edirik? A komandasının gedilməyən yolu, A komandası deməli, bu qədəri gedib ikisi bir yerdə. Nə qədər olur? %37-si gedib. X bu qədərin gedib. X-dən də çıxaram, nə qədər qalır? %63-ü qalıb. Gedilməyən budur. Birinci komanda, A komandası üçün. B komandası üçün isə gedilməyən yol, gedilənlə ümumidən çıxaram %58 y. Bu oldu %42 y. Və deyir ki, A komandasının gedilmə yolu B komandasının gedilmə yolunun neçə faizidir? A komandasının gedilmə yolu %63 y-dir. Bölərəm %42. Yox, bu x-dir. X-i bölərəm %42 y. Bu yüzlər ixtisar getdi, qaldı 63x bölünsün 42 y. İxtisarlara aparaq. 6 7-in 42, 7 9-un 63. Bu 7-lər ixtisar getdi, qaldı 9x bölünsün 6y. X-imizdə neçə idi? 4y. Gətirib yerinə yazırıq. 9 vursun 4y bölünsün 6 vursun y. Y-lər getdi. 9 bölün 36. 6-ya böləndə 6 faizə çevirsən 100-ə vurmalıyam. Oldu 600%.
Yəni bunu 100-ə vurmalıydım da faizə çevirmək üçün. Növbəti sualımıza baxaq. Deyir ki, hər üç şəkildə eyni düzgün üçbucaq, kvadrat və çevrə bir-birinin üzərində qoyulmalı üç müxtəlif fiqur alınmışdır. Fiqurların hündürlükləri uyğun olaraq 25, 23, 22 olarsa, kvadratın diaqonalının uzunluğunu tapın. Belə yanaşaq buna. Deməli, bunu A tərəfi götürək, buradan da bura diametr. A plus D bərabərdir 25-dir. Buradan bura hündürlük, bu da bunun tərəfi A. A plus hündürlük olacaq 23. Digər tərəfdən hündürlük, bir də diametr. Hündürlük plus diametr. Bu da olacaq 22. Kvadratın diaqonalını soruşur. Bizə tərəf lazımdır, A tərəfi lazımdır. Bunları tərəf-tərəfə toplayaq, görək nə alınır. Alınır 2A plus 2H plus 2D alındı. Bu cəm nə qədər edir? 60, 70. A plus D hər tərəfini 2-yə bölsəm olacaq 35. Deməli, H plus D. İndi bizə A lazım olduğuna görə bunu gətirib yazacaq yerinə. Bu var bizdə. A plus 22 bərabərdir 35. A bərabərdir 35-dən də 20 çıxaraq qalar 13. A oldu 13, burada 13. Kvadratda belə bir qayda var. Bu düzbucaqlı üçbucaq olduğuna görə bərabər yanlı düzbucaqlı üçbucaqdır. Diaqonal katetin kökdə 3 misinə bərabərdir. 13 kökdə 2 olacaq. Növbəti sualımız 24. ...62 şagird futbol və voleybol məşqlərinə gedir. Onlardan 13 şagird hər iki məşqələyə gedir. Futbol məşqələsinə gedən sayının, voleybol məşqələsinə gedən sayının 2 dəfə çox olduğu məlumdursa, futbol məşqlərinə neçə şagird gedir? Bunu belə yanaşacaq. Belə deyək, Venn diaqramı çəkək. On 13 nəfər hər ikisinə. Burada futbol yazaq, burada voleybol. X nəfər futbola gedirsə, voleybola da Y nəfər. Bunu belə yazarıq. Futbol olacaq X minus 3, yalnız futbolla məşğul olunlar, yalnız futbol. Burada da yalnız voleybolla məşğul olunlar, Y minus 13. Ümumi nə qədərdir burada? X minus 13 plus 13 plus Y minus 13 bərabərdir 42. Üzr istəyirəm, 62. 62. Buradan da bunlar islah olundu. X plus Y minus 13 bərabərdir 62. X plus Y 75. 75 nəfər hər iki idman növü ilə məşğuldur. Bunların ortaq 13 nəfər isə hər ikisi ilə məşğuldur. X plus Y, yəni bütün idmançılar isə 75 nəfərdir. Deyir ki, voleybol məşqlərinə gedən sayından, deməli, futbolçular voleybolçulardan 2 dəfə çoxdur. Yəni 2-yə vuraram voleybolçuları taparam. Burada da Y idi, 2, burada X. 2Y. X oldu 2Y. Bunu yerinə yazırım. 2Y plus Y bərabərdir 75. 3Y bərabərdir
75, Y oldu 25. 25 nəfəri oldu voleybol. 25. Futbolla məşğul olanlar da gətirib yerinə yazaraq. 25 plus x bərabərdir 75. X də oldu 50. 50 nəfər də futbolla məşğul olur. Növbəti sualımıza baxaq. Bunu burada yazaq. Kvadrat tənliyin köklərindən biri 1 olarsa, A parametrin qiymətlərinin hansını tapın. Köklərindən biri 1-dirsə, x-in yerinə 1 yazırıq. 1 üstü k minus 1 plus köklərindən biri olsa, A parametrin qiymətlərinin hansını tapın. 2 vurulsun a kvadrat minus 9a plus 1 bərabərdir 0. Burada biz yanlışlıq elədik. Mənfi 1 üstü k. Bir də burada plus olacaq. Çünki mənfi vurulanda müsbət olur. Və şərtdə dedik ki, kvadrat tanıyıq. Kvadrat tanıyıq olduğuna görə k nə olmalıdır ki? Onda burada olur 1 plus 1 plus 2a kvadrat minus 9a plus 1 bərabərdir 0. 2a'nın kvadratı minus 9a plus 3 bərabərdir 0 olacaq. Bizdən də nə istəyir? Bizdən istəyir ki, A parametrin qiymətləri hansını? Bunu çevrilmiş kvadrat təni kimi yazsaq, 9a bölünsün 2 plus 3 bölünsün 2 bərabərdir 0. A1 vursun A2 bir teoremine görə 3 bölünsün 2'ye bərabərdir. Birbaşa köklərin hansını tapa bilərik. Oldu 3 bölünsün 2, yəni 1,5. Sınavımız bu qədər. Sağ olun.